İzləyicilər, bu gün də qəhrəmanlar diyarı Biləsuvarımızda vətən uğrunda canından keçən, təki vətən sağ olsun deyən şəhidimiz Elvin Malikoğlu'nun ocağında yox, 5-ci il dönümüdür. Bu gün qəhrəmanlar diyarı Biləsuvarda 3 qəhrəman şəhidimizin 5-ci il dönümüdür. Allah ruhunu şad eləsin. Dəyərli şəhid ataları, qarşısında baş əyirik. Bu gün vətən uğrunda canından keçən qəhrəmanımız Elvin Malikoğlu'nun 5-ci il dönümüdür. Bu gün Biləsuvarımızda 3 qəhrəman vətən uğrunda canından keçən şəhidimizin 5-ci il dönümüdür. Biz də özümüzə borc bildik ki, hər ocaqda olaq, bir 10 dəqiqə, yarım saatda olsa çəkiliş edib paylaşım edək. Burada bizim başımızın tacı olan qəhrəman şəhid ataları olduğu üçün özümüzə borc bildik ki, şəhid atalarından söz götürək. Elşən əmin, buyur. Allah cəm şəhidlərimiz İmam Hüseyndən ayrı salmasın, məzarına qurban olaraq balalarımıza, salamlarımıza çatdırsın. Allah qazilərimizə şəfa versin, Allah ordumuzu dayağında dursun. Allah dövlətimizi, millətimizi qorusun. Bayraqlarımız hər yerdə ucada dalğalansın. Amin. Hərbi hissəyə gedənlərimiz var. Allah onların dayağında dursun. Sağ geçsin, salamat gəlsin. Bu yaxınlarda Vüsal sənin oğlun gedir. Sağ geçsin, salamat gəlsin. Çox sağ ol. Yəni əmlərdə yanında olacaq. Gəlib gəldi. Təşəkkür edirəm, mən varım. Zaran, buyur. Allah Elvin qardaşımıza rəhmət eləsin, məkan cənnət olsun, ruhu şad olsun, qazilərimizə can sağlığı, yaralarımıza Allah şəfasını qismət eləsin. Siz də sağ olun ki, çəkib işıqlandırırsınız. Allah Malik qardaşımıza uzun ömür, can sağlığı qismət eləsin. Sağ olun. Var olasın. Rafiqəm, buyur. Bugün Elvin balamızın şəhadətinin 5-ci il dönümüdür. Allah onunla bahar bütün şəhidlərimizə rəhmət eləsin. Allah bu şəhid balaları İmam Hüseyndən ayrı salmasın. Allah ordumuzu qorusun. Allah bu Elvin balamızın atasına, anasına, yaxınlarına böyük səbir versin. Allah sənin də canı sağ olasın, çəkib işıqlarına. Borcumdur. Çox sağ ol, var ol. İnsan, buyur. Bugün Elvin balamızın 5-ci il dönümüdür. Məkanı cənnətlik olsun. Bütün şəhid atalarına, analarına səbir verirəm. Allah canlarını salamat eləsin. Bu qapıya həmişə şadlığa gələk. Allah malikinə də səbir versin. Allah canını salamat eləsin. Allah dövlətimizi qorusun. Allah bayrağımızı ən uca zirvələrdə ucalasın. Sağ ol, sağ ol. Allah köməyin olsun. Sən də çəkilsən, işıqlandırırsan. Sağ ol. Sən də Allah balaların canını salamat eləsin. Sağ ol. Təşəkkür edirəm, var olasın. Buyur. Allah Elvin balamızı rəhmət eləsin. Malikə də səbir diləyirəm. Allah rəhmət eləsin. Allah sizin canınızı salamat eləsin. Çox sağ ol. Malikəm, bu günləri sənin övladın vətən uğrunda canından keçdi. Vətənin çətin günündə silaha sarıldı, öz arzularını yarımçıq qoydu. Təki vətən sağ olsun deyən igidlərdən də biri sənin övladındır. Bu gün sizlərlə fəxr edib qürur siz keçirdiririk bizdə. İstərdik ki, bu qardaşımızın 5-ci dönümdə bir ata, qəhrəman atası kimi bir iki kəlmə deyəsən. Mən də bu şəhid atalarına qoşulub deyirəm. Allah şəhidlərimizi rəhmət eləsin. Allah qazilərə saf can, ordumuzu Allah qorusun. Allah bu qara buludu, yaman yerləri bizim bir daha üstümüzdən əstirməsin, əskik eləsin. Amin. Bu yurdumuz, elimiz, obamız şad. Ondan sonra xoşbəxt yaşasın. Gələn balalar qoy xoşbəxt yaşasın. Bizim uşaqlar getdi, vətəni bütövlədi. 30 illik həsrətə son qoydu. Qalan uşaqlarımız firavan yaşasın. Amin. Allah cəmşəhidlərimizi rəhmət eləsin. Təşəkkür edirəm. Salamat eləsin. Var olasan. Təşəkkür edirəm. Allah sizləri var eləsin. Bu günləri bundan sonra 2 şəhidimizin il dönümündə olacaq. Biri Talıbla Asif Arif oğlu, biri də Şaiq Qəniyev Cahid oğlunun ocağında. Yəni bu günləri 3 qəhrəman şəhidimizin 5-ci il dönümüdür. Hər şəhid başımızın tacıdır. Ocaqlarında olmaq boynumuzun borcudur. Qarşıda baş əyirəm. Var olasın. Təşəkkür. Dəyərli şəhid ataları bax gəlməkdədir. Bugün ziyarətdədirlər. Bugün Azərbaycanımızda böyük bir ziyarətgahları var. O ziyarətgahlarda ziyarət etmək hər bir insanın borcudur. Kamil əmi, bu günləri qardaşımız Elvin vətən uğrunda canından keçdi. Bugün bizim bax bu rahat, sərbəst azadlığımız Elvinə və onun simasında cəm şəhidlərə borcluq. Hətta bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən qazilərə, veteranlara borcluq. Bugün sən də bir qəhrəman şəhid atası kimi Elvin qardaşımızın ocağında bir iki kəlmə deyərdin.
Sən Allah sənin də köməyin olsun bu çəkilişə görə. Allah elmində rəhmət eləsin, bütün şəhidlərinə səbir eləsin. Hamısı səndən ayrı salmasın boş olur. Var olasın. Sağ ol boş olur. Qarşında baş əyirik. Boş olur. Qasım kişi buyur. Allah cəmiyyət şəhidlərimizi rəhmət eləsin. Veteranlarımıza, qazilərimizə Allah şəfa versin. Allah ordumuzu qorusun. Var olasın. Ağsaqqal buyur. Allah cəm şəhidləri rəhmət eləsin. Qazilərə can sağlığı. Deyim, Allah rəhmət eləsin. Çox sağ ol, təşəkkür, var olasın. Bu günlərə qəhrəman şəhidimiz Elvin Malikoğlu'nun 5-ci il dönümüdür. Allah ruhunu şad eləsin. Ruhu qarşısında baş əyirik. Vətənin azadı olması və üçrəyli bayrağın dalğalanması qəhrəman şəhidlərə borcludur. Bu günləri şəhidimizin 5-ci il dönümündə istərdik ki, bir iki kəlmə ilə sizlərdən götürək. Buyurun. Allah Teala cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Və bu mərhum qardaşımızı, şəhidimizi, vətənimizin, xalqımızın yolunda canından keçdi. Allah bir daha rəhmət eləsin. Allah yaxınlarına, əzlərinə və xalqımıza o sözü deyərdi ki, başı sağ olsun. Çox sağ ol. Buyur. Çox sağ ol, Müsal qardaşım, sən bu cür yəni dəyər verdiyinə görə şəhidlərimizə, şəhidlərimizin ailələrinə, istəyənlərinə, əzlərinə, əlbəttə ki, bu günləri bizə bu ocağa cəm eləyən Elvindir. Onun timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah ruhlarını şad eləsin, Allah valideynlərinə, əzizlərinə səbr versin. Onlar bizlərin qürur yerimiz. Çox sağ olun, təşəkkür ederim. Var olasın, təşəkkür edirəm. Allah sizə. Gələn ayaqların var olsun deyirəm. Bu günlərə qəhrəman şəhidimizin ocağındasan. İstərdim elə sizə bir iki kəlmə deyirsin. Vətənimizin azadlığı uğrunda canını fəda edən Azərbaycan olsun bütün sabit fəqirləri, yəni ki, canını fəda edib şəhid. Allah şəhidimizi rəhmət eləsin. Allah həmişə ordumuzu olsun. Bütün dünyadan gedən hərbi xuluslar, hansı vətəndə canını fəda verib, hamısının ruhunu şad eləsin. Amin. Çox sağ ol, təşəkkür. Allah şəhidlərimizi rəhmət eləsin bu gündə. Xeyirxah oldu şəhid ailəsinin ocağında ziyarət etməyə. Özümüzə borc bilirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Şəhidimiz Elvin Malikoğlu qarşısında başlayır. Şəhidimiz Elvin Malikoğlu vətən uğrunda canından keçdi. Tək ki, vətən sağ olsun deyən qəhrəmanlarımızdan da Allah ruhunu şad eləsin.